Deməli, Make-up Story-yə fikir verməliyik indi. Düzgün sınağı tapmalıyıq. Birinci, əlbəttə ki, fikir versinizsə, bu novel hansı əsərdən gedir söhbət, məlumat yoxdur. Yəni kim və ya All of Them, onların hamısı, kimlərin hamısı, əsas hekayə, nəyin əsas hekayəsi. Və birinci 5 ilə başlayacağıq. Harry Potter 7 fantastik deməli, noveldan, romandan ibarət bir seriyadır, hansı ki, Britaniyalı müəllif Rowling tərəfindən yazılmışdır. 5 gələcək birinci, sonra 1 gəlməlidir. Çünki sonrasını fikir verirsinizsə, Harry Potter novelundan danışıb, sonra deyir bu novel deməli, gənc sehrbazlar Harry, dostları Ron və Hermione'nin həyatları haqqındadır. Deməli 5-1. Daha sonra gələcək 4. Onların hər biri. Niyə onların hər biri? Çünki əvvəlki cümlədə Harry, Ron və Hermione'dən danışır. 4. Onların hər biri deməli sehirbazlıq məktəbinin tələbələridir Hogwartda. Sonra gələcək 3. Deməli əsas hekayə Harry'nin Lord Voldemortla olan konfliktinə əsaslanır. Daha sonra gələcək 3. Daha sonra isə gəlməlidir 2. Yəni burada qaranlıq bir sehirbaz olduğu deyilən Lord Voldemortdur. Çünki 3-dən sonraki gəlməlidir. Yəni əvvəlki cümlədə o haqqda məlumat verməlidir ki, niyyəti ölümsüz olmaq və digər sehirbazları və ya yəni sehirli olmayan insanlar, yəni maqlları itaətə gətirməkdir. Sonda isə gələcək 2. Yəni doğru cavab olacaq 5-1, 4-3-2 Y variantı.